İsrail Azərbaycandan təcili kömək istədi. Vəziyyət nəzarətdən çıxıb. İnsanlar təxliyə edilir. İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyir. Report EFA-ya istinadən xəbər verir ki, bunu İsrailin Xarici İşlər Naziri deyib. Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanistan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çekiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan dəstək istədim deyə agentlik onun sözlərini sitat gətirib. Qeyd eləyək ki, çərşənbə günü səhər Qüdsün qərbində meşə yanğınları başlayıb və sürətlə nəzarətdən çıxıb. Hakimiyyət bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunduğunu elan eləməli və bir neçə yolu bağlamalı olub. İsrailin Aşkelon, Beer, Şeva, Modiin və sairə şəhərlərində müstəqillik günü tədbirləri hava şəraitinə görə ləğv edilib. İsrailli həkimlər EFA-ya bildiriblər ki, indiyə qədər 19 nəfər tüstüdən xəsarət alaraq müalicə almaq üçün müraciət edib. Onlardan 13-ü xəstəxanaya yerləşdirilib.